Dini liderlər Səmərqənddən dünyaya çağırış etdilər. Özbəkistanda keçirilən Beynəlxalq İslam Sivilizasiyası Forumunun 3-cü günü Səmərqənd şəhərinin 25-ci kilometrliyində yerləşən İmam Buxari Memorial kompleksində davam edir. Forumun rəsmi hissəsindən əvvəl qonaqlar İmam Buxari Memorial kompleksini ziyarət edib. Qonaqlara kompleks barədə ətraflı məlumat verildi. Daha sonra Memorial kompleksə daxil olan məsciddə Azərbaycanı forumda təmsil edən bütün Qafqazın şeyxi Allahşükür Paşazadə və digər din xadimləri namaz qıldılar. Forumun rəsmi hissəsində Özbəkistan Prezident Administrasiyasının Təhsil və Dini Məsələlər Departamentinin rəhbəri Müzəffər Kamilov, Məkkədə yerləşən Əl-Məscid Əl-Haram məscidinin baş imamı Şeyx Səhih bin Abdullah bin Humayd, İSESCO-nun baş direktoru Salim Əl-Malik, Mərakeş Krallığının İslam məsələləri üzrə naziri Əhməd Tofiq, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə və digər rəsmi şəxslər çıxış etdilər. Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Prezidenti Zat Aliləri İlham Əliyevin, Özbək xalqının lideri Zat Aliləri Prezident Şəfqat Mirziyoyev və bütün Özbək xalqına salamlarını, ən səmimi arzularını yetirməkdən böyük şərəf duyduğunu qeyd etdi. Allahşükür Paşazadə İmam Buxari Memorial kompleksinin yerində mövcud olmuş məqbərənin ateizm dövründə dağıdıldığını və onun bərpasında şəxsən iştirak etdiyini diqqətə çatdırdı. O həmçinin Özbəkistanın İslam irsinə verdiyi töhfələri, İslam mütəfəkkirləri irsinin BMT tribunasından təşviq olunduğunu diqqətə çatdırdı. Allahşükür Paşazadə bu ilin sentyabr ayında Bakıda keçiriləcək Türk Dövlətləri Təşkilatı çərçivəsində müsəlman dini liderlərinin görüşünün Bakıda keçiriləcəyini, eləcə də bu görüş çərçivəsində böyük İslam mütəfəkkiri Seyid Yəhya Bakovinin irsinə dair beynəlxalq konfransda nəzərdə tutulduğunu forum iştirakçılarının diqqətinə çatdırdı. Qeyd edək ki, iyulun 7-sində Daşkənddə başlanan 1-ci Beynəlxalq İslam Sivilizasiyası Forumu iyulun 11-nədək davam edəcək. Səmərqəddən sonra forum iştirakçıları Tərmiz şəhərinə yola düşəcəklər. Azərbaycan Respublikası Milli Məclisinin deputatları Cavanşir Paşazadə, Qüdrət Həsənquliyev, eləcə də din xadimlərinin daxil olduğu nümayəndə heyətinə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə rəhbərlik edir.